musiqi 2-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş İlkin İskəndərov Camaloğluna ərmağan edilir. Gözlərim yollarda qalıb, balam gələcək. Mən elə bilirəm, balam geri dönəcək. Artıq balam yoxdur mənim, şəhid oldu. Məzarına qurban olum, İlkin balam. Hər gün balamın dərdini mən çəkirəm, ağlayıram. İlkinim şəhid oldu, mən yanıram, odlanıram. Sənsiz dözmür atan anam, şəhid oldu İlkin balam. Bizə qalan tək məzarım, şəhid balam, İlkin balam. Salamlayıram hər kəsi. Bugün 18 Mart 2025-ci il İskəndərov İlkinin mövlud günüdür. Allah cəmi şəhidlərimizə rəhmət etsin. Gəlmişik onu yad edirik. Həm əminin, həm dayının yolunu getdin. Onlar kimi ay İlkinim canını verdin. Toyunu mən görmədim, şəhid balam. İndi sənsiz nə edim, şəhid balam. Hər gün balamın dərdini mən çəkirəm, ağlayıram. İlkinim şəhid oldu, mən yanıram, odlanıram. Sənsiz dözmür atan anam, şəhid oldu İlkin balam. Bizə qalan tək məzarım, şəhid balam, İlkin balam. Mənim şəhid balam, mənim İlkin balam. Yat məzarımda, cənnət qoxulu balam. Bir tane məlumat verədiniz də onun Şücaəti ilə, qəhrəmanla. Baxın, bu günləri bura yığışmaqda məqsəd İskəndərov İlkin Camaloğlu'nun Qubadlı rayon Qubadlı şəhərindən olan sakinimizdir. Onun doğum gündür. O Qubadlı sakini kimi yox, bir qəhrəman kimi bizim qəlbimizə yer tapdı. Burada qəbri üstündə, məzarı üstündə ad gününü qeyd edilir. Əgər yanımızda olsaydı cismani olaraq, indi onun 26 yaş olacaq. Onun cənnətdəki doğum günü mübarək olsun. O dini kitablarda, nə bilim, kəlamlarda, Quran-ı Kərimdə qeyd olunur ki, ki dindara bunu daha gözəl bilir. Deyir, şəhidlərə ölü deməyin, onlar Allah qatında diridirlər və hətta peyğəmbərlərlə, imamlarla eyni səviyyədə, eyni filədədirlər. Həqiqətən belədir. Mən bunu söz xatirinə demirəm, səmimi qəlbdən gələn sözlər deyirəm. Onlar bizim qəlbimizdədir. Həmişə fəxrlə İlkinin adını biz qəhrəman kimi çəkirik. Yaşasaydı 26 yaşında tam olacaqdı və belə deyil. Biz də yaşayır, qəlbimizdə yaşayır. Mənəvi olaraq da çatdır. Cismani olaraq düşdür. Biz ona toxunmasaq da, yanımızda olmasaq da qəlbimizdə yaşadır. Mən onun döyüşdə komandir olmuşum. Mən onlardan tez yaralandım, amma onun burada canlı para yapımlar. Əskər yoldaş olub, səngər yoldaş olub, onlarla beraber döyüşdük. Cəmildə İlqar. Onunla beraber döyüşlərdə olubdur. Onun qanı yerdə qalmıyor. Bugünkü gün biz fəxarətlə Allah açıqlığıyla deyirik ki, Allah sağdırlar. Onların qan köşdüyü, isti qanını köşdüyü torpaqlar burada azaddır və hər bir yerdə Azərbaycan bayrağı dalğalanır. Ad gün mübarək olsun. Nə qədər desək də, neynəsək də, nə bilim, yüzlərlə, minlərlə sözü yan-yana çalışdıq. O gözəl sözlər alındırsak da mən onun atasının, anasının qəlbinə
heç cür necə deyim, mərhum ola bilmərik. Allah atasına, anasına, əzizlərinə, yaxınlarına, qohum əqrəblərinə, ən əsasda ailə üzvlərinə səbir versin, təmkin versin. O ailənin ikinci övladı idi. Amma qəlbimizdə necə deyim, elə yer tutub ki, o gedəndə övladın bir, belə deyək, evin bir qardaşı idi, amma bütün Azərbaycanın qardaşı oldu. Hər dəfə şəhidlər xiyabanı bax belə gəzəndə, ilkinin yanından keçəndə siz adam belə çətinlik çəkir danışmağa. Bir komandir öz şəhid olmuş əsgərin məzarını nə deyə bilər? Elə bir təskin sözü yoxdur, onu burada ifadə edin. Mənim gözümün qabağındaydı, ayın 7-ci günüydü. Bir sübhdən səfərbərlik elan oldu və həmin onda ilkin gəldi. Xüsusi bir köynək də vardı əlində, mənim də heç bir yadımda var. Yadımdansa Türk böyüydü, yoxsa yaşlı belə bir köynək idi. Gəldi, qarşıladı. Özü qabaqda da əyləşmişdim, mən ötən ildə bu söz demişdim. Hiss edirdim ki, başqalarına nəsə fərqlənir. İnanın ki, şəhidliyi istəyən şəxslərin hamısında o aura, o sifətdə necə deyim, belə ilhamlıq var idi. Gün gəldi, döyüşlər başladı. Biz təlim məqsədindən çıxmışdıq, ancaq əks tərəfdən əksəmli əməliyyat oldu və uğurla da əməliyyatlar yerinə yetirdik. Mən indi olan həmlə deyirlər, indi olan əməliyyat briqadası öz əməliyyatlarını, həmlələrini yüksək, necə deyim, nöqtə və nöqtə vuraraq öz tapşırıqlarını yerinə yetirdi. Bu tapşırıqların yerinə yetirməsinin hamısının əskərlərinin, zabitlərinin xüsusi rolları idi. İlkin onların içindəydi. Bizə tapşırılan, bizim hərbi hissəyə, komandaya tapşırılan, qrupa tapşırılan işləri, o xüsusi əməliyyatların hamısını uğurla yerinə yetirmişik. Ayın bir günü biz döyüş edirdik, mənim yadımdadır. Günhan yanında da Allah şahididir, uğurla yerinə yetirdik. Çox az itki verərək 2 şəhid, səfərləməsi 7 yaralı dedi, amma əks tərəfdən çox şəhid oldu. Yəni itki oldu düşmən tərəfdən. Bunu görən düşmən əlbəttə ki, geri istiqamət. Bəli, yox, Cəbrayıl idi. Cəbrayıl Müzgər kəndi istiqamətindəydi. Üstənatlarımızın yardığı sədd idi, ancaq davamını biz gətirdik. Müzgər kəndindən gecələr, sonra həmin gün mən ikisi günü gecə yaralandım, saat tezdən yaralandım. Mən yaralansam da, qanım tökülsə də o əskərlər, o ballarımız bizim qanımıza aldı. Uğurla bir gündə neçə kilometr irəliyərin belə getdi, səddlər yarı-yarı keçdi. Həm snayperlərimiz, həm ağır artillərimiz, həm belə deyək, turu qoşunlarımız, xüsus təyinatlarımız, hamısı bircə işində belə uğurla, müvəffəqiyyətlə belə bir irəliydi. Ayın hardasa belə deyək, 8-dən 10-dan kimi, səhv eləmirəmsə ayın 8-i yağış yağır. İnsan yağış döşdür. 5 idi, 8 idi. Mən Papanin hospitaldaydım, xəbər gəlirdi, tez əlaqə saxlayırdı. Hamı yığışırdı, nasaz olsan da, xəstə olsan da, yəni yaralı olsan da. Hamı yığışıb soruşurdu, həmlə bu dəqiqə hardadır. Digər həmlə qrupları çox itki vermişdi, amma bizim Bakı həmləsi biz Bakıdan girmişdik. Çox uzun, müvəffəqiyyətlə, az itki verir, irəliyirdi. Nələ şəxsi? Çox indi insayla hərbisən en qədər əskərlik edir. Hərbi sevdiyi mən istəmirəm. Bu kadrlara dost da baxır, düşmən də baxır. Amma yəni uğurla irəliyirdi. 3 dəfə, 4 dəfə komplektləşmə oldu. Şəhidlər, yaralılar oldu, onun yerinə tezdən gələnlər oldu. Yəni, ilk səfərbərlikdən gələnlər ikinci idi. İkinci bir həftə kimi, həftə yarım kimi bir həftə deyəcəyiz. Təlim keçdi, bu təlim öz effektini göstərdi. Çoxun sayda etki verdi, əksdir. Allah şəhidlərimizə rəhmət eyləsin, qazilərə can sağlığı eləyəsin. Onu qarşısına başa eyləm və deyirəm ki, ölüm şad olsun. Zəmmətdəki doğum günün mübarək olsun. Necə ki, bizim başımıza bugünkü gün dik gəzməyinə, zəfərlə gəzməyinə, şəxslə gəzməyinə, şəxsiyyətlə gəzməyinə səbəb olan şəhidlərdir. Onların qarşısında başa eyləm. Allah hamısına rəhmət eləsin, ailəsini səmin versin. Bugün Xocalı, Kəndəcəlimiz, Zəngimanımız, Laçınımız, Füzulimiz, Cəbrayılımız bir dənə də olsun vadimizdə. Digər istifalərdən kimi qalıqlar.
olsun başqalarına, şəhidlərimizə, ailələrinə. Nə desək də azdır. Fəxarətlə bu 2 gündə həqiqətən gəzməyimizi səbəb olan olardı. Bir təbirlər deyil, bilmirəm. Bakanlık gazlarından bir qərar edir. Gelip İslam'ın formasını görmüşsünüz. Dünya doların formasını görmüşsünüz. O seviyeyi gelip çatmış. Bakanlık gazlarından Qəhrəman oğlan olur. Hamısı da qəhrəman olur. Gözlər. Allah hamısına rəhmət eylesin. Cəmi şəhidlərimizə rəhmət olsun, axirət məkanları cənnət olsun. Cəmi şəhidlərimizə rəhmət olsun, axirət məkanları cənnət olsun. Siz ey xalqın iftixarı şəhidlər, xalqın azadlıq şüarı şəhidlər. Sizlər şəhid oldunuz, vətən var oldu, sizdən əmanət və yadigar oldu. Sizlər oldunuz şəhid ağ yolunda, Azərbaycanın Qarabağ yolunda. Qanla ucaltdınız vətənin bayrağın, azad eylədiniz Qarabağ torpağın. Azərbaycanın şəhid övladları, xalqımızla yaşayacaqdı adları. Şükür Həmidov polkovnik şəhidimiz, bu badlının fəxri bizim igidimiz. Döyüşlərdə qan utdurub düşmana, canım fəda edib Azərbaycana. Ağlama, şehit anası, ağlama, ağlama, şehit anası, ağlama. Her şehit taşına bir deyəcəyəm, axan gözyaşına dur deyəcəyəm. Zamana müəmma sir deyəcəyəm, ağlama şəhid anası, ağlama. Zamana müəmma sir deyəcəyəm, ağlama şəhid anası, ağlama. Həyat yaranandan üzü qaradır, İnsanlar çoxalıb dünyada dardır. Dərdi olanlara təsəlli yardır, ağlama şəhid anası, ağlama. Dərdi olanlara təsəlli yardır, ağlama şəhid anası, ağlama. Ağlama şəhid anası, ağlama, ağlama şəhid anası, ağlama. Ağlama şehit anası, ağlama, ağlama şehit anası, ağlama. Demək olar ki, bizim məhəllədə mənim gözüm qarşısında onun necə bir insan olduğuna, hansı xarakterli olduğuna mənə şahidçilik lazım deyil. Mən özüm şahid olmuşam. Siz üçün istəyənlər o. Çox həlim, çox tərbiyəli, baş aşağı oğlan idi. Yaşasaydı bu günləri o nümunəvi bir kişilərdən olacaqdı ki, yenə
nəzəri cəlb edirdi, tərbiyəsinə nəzəri cəlb edirdi. Və o əmisi şəhid olmuş Mübariz İskəndərovun da adını qoyulmaq amalı ilə bu içində onu yaşadıb, onun qisasını almaq üzrə döyüşə canı. Bu günləri Səkinə ananın dərdi daha ağır başqalarından 2 övlad şəhid verir, amma oğlunu nəvəsini. Amma mən burada həm də əgər kimlər seçiləcəksə, həm də ismarıc verirəm. Şəhidlər bizim baş tacımızdır deyənlərə, şəhidlərin ruhu qarşısında baş əyirik deyənlərə və sizin nəzəriniz hardadır? Bu günlər İlkin İskəndərov sağ qalsaydı, bəlkə də sizdən karlı kişilərdən idi, sizdən də üstünlərdi. Bu günləri ailənin yanında daha çox adam toplaşmalıdır. Mən bunu çəkinmədən deyirəm. Hər öz işinin dalınca gedir, geçsin, amma izləmək lazımdır. İlkin nə əziyyətlərlə böyümüşdü, nə əziyyətlərlə indi ev olacaqdı, ailəsinə dəstək olacaqdı ki, ömrünü fəda verdi, şirin canından keçdi. Kimlər üçün? Bu günləri biz gedək yurda ziyarət edib istirahət eləmək üçün. 30 ildə inanmadığımız bir günə gəldik, çatdıq ki, bu gün torpaqlara ayaq atırıq, ziyarət edə bilirik, gedib deyə bilirik ki, Allah sənə şükür. Bunları görməyibsə, biz də onu ötürməyəcəyiksə, hardan biləcəklər? Yəni biz bu gün onu yaşadıb, nümunə olmalıyıq. Bunların anım günlərində zəfirməlidir ki, şəhidlərin sayəsində biz bu gün ayaq üstüyük. Bu günlər biz Allah açıq deyirik ki, torpaq çərşənbəniz mübarək olsun. Torpaqların uğrunda gedənlər var, torpaqların uğrunda gedən canı, şirin canını fəda eləyənlərin bu gün ailəsinin yanında olmaq lazımdır. Yəni boğazdan yuxarı kamera qarşısında deməklə deyil, bunu sübut eləmək lazımdır ki, biz şəhidlərin qarşısında baş əyirik, ruhlarına salam göndərmək lazımdır. Hər an, təkcə anım günlərində yox, təkcə toylarda yox ki, o bir dəqiqalıqla, sükutla yad edilir. Hər mərasimdə. Bilən bilgası mərasimdə mən Molluya deyirəm ki, gəl bu şəhidləri bir dəqiqalıq sükutla yad edək, deyir, yox, özündən orta çıxartmaq olmaz. Niyə? Məkanın... Hər şəhid daşına bir deyəcəyəm, axan göz yaşına dur deyəcəyəm. Zamana müəmma sir deyəcəyəm, ağlama şəhid anası, ağlama. Zamana müəmma sir deyəcəyəm, ağlama şəhid anası, ağlama. Həyat yaranandan üzü qaradır, insanlar çoxalıb dünyada dərdir. Dərdi olanlara təsəlli yardır, ağlama şəhid anası, ağlama. Dərdi olanlara təsəlli yardır, ağlama şəhid anası, ağlama. Ağlama şəhid anası, ağlama. Ağlama şəhid anası, ağlama. Ağlama şehit anası, ağlama. Ağlama şehit anası, ağlama. Vətən müqəddəsdir, qorunsun gərək. Vətən sevgisiyle döyünsün ürək. Dar gündə yolunda can qurban verək. Ağlama şəhid anası, ağlama. Dar gündə yolunda
can qurban verək. Ağlama şəhid anası, ağlama. Candarım ilçenin en uzmanındayım. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. İnsanlar çoxalıb dünyada dərd